budur da. Budur, baxın, budur. Gör, nə oldu? Fərəcov niyə çıxıb cavab vermədi? Sumqayıt olayına görə. Üzr istəyirəm, onun adı bilirsiniz nədir? Klonluq. Bax, sən cəmaatın səki... Güya biz Marsda yaşayırıq, Sumqayıtdan xəbərimiz yoxdur, Sumqayıtdakı tikintilərdən, Sumqayıtdakı yeyintilərdən, Sumqayıtdakı belə deyək, o öz başlarından xəbərimiz yoxdur, onu özü çəkir. Mən onun videolarına çox baxmışdım və o vaxtdan qəzələ bu gəl özü sən vətəndaşın yolunu kəsmirsən, bu sənin deyil. Yəni burada baxın, atipik məmur obrazıdır. Biz insanlarda niyə qəzəb yaratdı? Heç o adama görə yox. Yəni baxın, məmur vətəndaşı elə görür. Nə hüquq? Hüquq mənəm, qanun mənəm. Mən deyirəmsə alma getməlidir, getməlidir. Sonra gedib Xəzər televiziyası o meyvəçidə müsahibə alıb, bilmirəm, baxdınız bax. Yazıq qorxa. Qaytarlar da almam, gedin deyir. Deyir, bəs sizə deyir, heç də olmaz, oldu, bitdi də. Yəni, bilir axı bu burada satacaq yenə. Məcburdur ki, bunlarla hesablaşsın. Ona qədər şikayətin deyil, yəni. Başını sağa başa, hə, oldu, keçdi. Deyir, sizcə düz elədi, səhv elədi. Deyir, indi qaytarsa, yəqin səhv elədiyini bilib də. Yəni, əl çək də məndən. Qardaş, niyə biz belə olmalıyıq? Bax, səkidir, 4 metrdən neçə metr enindədir də səki. Qoy qoysun da, nə olur? Əgər gedişata mane deyilsə, qoy satsın da. Bakıda gəlin görün, obyektlər səkini tutub. Səki yoxdur, səki obyektin içindədir. İnsanlar yolun ortasından gedir. Sumqayıtda da elə. O biri yazmışdı ki, bu Zakir Fərəcov Abşeronun icra başçısı olanda bir bazar tikdirib. Cəmaət öz dükanının zadının qabağında meyvə satırmış. Başlayıb hamısına ki, olmaz, dükan qabağı filan 5 metrə hamını doldurub bazara. Bazar dolandan sonra artıq deyib ki, kim arada istəyir sata bilər. Bu dava onun davasıdır. Sən niyə burada satırsan? Biz tikmişik, eləmişik, gəl orada sat. Ya 3-dən 5-dən ver, niyə qarışqol dolansın da? Ya meyvə satanından tutunda istənilən bir yersiz. Amma məsələn, milyonluq binalar tikirlər, nə standartlara cavab verir, nə kvadraturası düzdür, nə o müqavilə şərtlərinə əməl eləyirlər. Heç görün güldən artıq söz deyən var. Cəmaatın gözü görə deyir ki, bura 110 kvadratdır. Cəmaat 110 kvadratın pulunu ödəyir, kvadratı 2500-3000-dən. Axırda məlum olur ki, hər şey də onun içində. Axırda məlum olur ki, divarlar da kvadratın içində. Və deyir, yaxşı, 110 kvadrat kağız ver də mənə. Kağızı verəndə baxıcı yazıb 95 kvadrat. Deyir, axı, 10 kvadrat deyir o divarlar. Deyir, yaxşı, divarları ver də yaz ki mənə, mən onun pulunu ödəmişəm. Deyir, yox, istəmirsən belədir. Və vətəndaşın gedəsi yeri də yoxdur. Yəni, bunları danışanda adam deyir ki, qardaş, belə olmaz. Zakir Fərəcov niyə çıxıb danışmır? Niyə çıxıb da? Özünü xan kimi aparır. O əvvəl Vasif Talibov şeyin xanı idi. Nədir bu? Naxçıvanın. İndi Zakir Fərəcov Sumqayıtın xanıdır. Haradasa bir müsahibəsini görmüsünüz. Çıxsın, danışsın, hesabat versin, üzr istəsin, o işçini çıxartsın. Bir yetim bir düzdür, o da tərbiyəsizlik eləmişdi. Hansı rayon icra başçısının o mavininin, nə bilim, yoldaşı TikTok'da açdı. O dəqiqə arvada şey yazdırdılar. Arvad neynəsin? Əri içib başını itirib. Arvad neynəsin? Ali Qocayevin rayonu. Ali Qocayev elə bu zaman Binəqədidə. Mən əslində o qadının şəklində qoymuşdu. Əslində mən xanım neynəsin? Bax, o əridir də onu eləyəndə. Amma onu məcburlədilər də. Yəni, heç kim könüllü o ərizəriyyət. Kim könüllü yazar? Çox pis bir cəmiyyət formalaşır. Amma Zakir Fərəcov güldən artıq söz deyən olmadı. O adamı işdən çıxardan olmadı. Cəza hansı ki onu elədiyi quldurluq idi. İnsanların malını götür, əl qoyur. Qanunsuz o əl qoyur, quldurluqdur. Hədə qorxu ilə. Özdə onun cinayət məcəzəsində 7 ildən neçə ilə qədər başlayır. Hədə qorxu ilə quldurluq eləmək. Oğurluq da deyil, hədə qorxuna görürüz, adamlarla gəldi, apar qoyura, özünə qaldırdı, qoydu. Sonra da bilirsiniz nə baxın, deyir o üzürü aybından 5 betər. Bax, deyir ki, bəyanat yayıb Sumqayıt şəhər icra başçısı, hakimiyyəti. Deyir ki, əslində almaları biz deyir, əl qoymamışıq, müsadirə eləməmişik. Yarmarkaya aparmaq üçün maşınları qoyur. Yəni, burada bizə deyir ki, siz gözünüz səhv görür, sizin ağlınız səhv başa düşür, qulağınız səhv eşidirsiniz, üzr istəyəm ifadə edir. Siz axmaqsınız. Yəni, bizi axmaq yerinə qoyurlar. Yəni, biz körük, karıq, görmürük ki, bu adam nə haqqa verir və bunların izahatından oxumalı ki, sən demə, bunlar aparılmış hava. Biz insanları bu qədər ələ salmaq olmaz. Bir də içkili adamın çıxıb orada danışmağından sonra Sumqayıt İcra Hakimiyyəti o bəyanatı xalqa daha çox təhqir idi. Düzdür ya, yox. Daha çox təhqir idi ki, yox, siz səhv görmüsünüz, siz səhv başa düşmüsünüz. Siz axmaqsınız. Niyə? Çünki biz almağa apardıq yarmarkaya. Biz gözümüzə, qulağımıza inanmayaq, Zakir Fərəcova inanaq.
Olmaz axı belə. Olmamalıdır və olmayacaq da. Yəni insanları incitməyin, insanları yormayın, insanlar hamısı özünü xan kimi aparır. Bütün rayon şəhər icra hakimiyyətləri, icra başçıları. Prezident nə dedi? Dedi ki, etimadı doğrultmadı da. Fuad Nəcəflinin vəzifəsi nə idi Ləman xanım? Prezidentin səlahiyyət nümayəndəsi. Düzdür ya? Bəli. Demək ki, qardaş, bu məsələ adının icra başçısı, nə bilim, Ali Məclisin sədri və yaxud da ki, səlahiyyətin nümayəndə olması məsələsi deyil. Məsələ sistem məsələsidir. Bilirsiniz niyə elə olur? Fuad Nəcəflinin başının üstündə nəzarətçi kim idi Ləman xanım? Neçə müxalifətçi var idi yəni. Deyir ki, bax İmamoğlu belə eləmək istəyir, belə eləmək istəyir. Yəni danışırlar, şeylə ictimai müzakirəyə çıxar. Hansı icra hakimiyyətində daxildə gedən prosesdən sizin mənim xəbərim var? Öz rayonunuz, Oğuz haqqında məlumatınız var. Yox. Nə qərar verilib, yollar, işlər, gənclər yox. Çünki hamısı öz adamlardır. Nə deyir? Ləbbeyk. Bir orada müxalifət olsa, bir nəfər belə olsa, çıxıb deyər ki, ay icra başçısı bunu belə elə o da desə yox, gələr bura otura, deyirlər mən xanım, xahiş edirəm mənə efir verin. Bax, Oğuz icra hakimiyyətində belə işlər gedir. Mən də əleyhinəyəm filan. İndi buradan ictimaiyyətin müzakirəsinə çıxardıram. Onda artıq icra başçıları başa düşərlər ki, yox, biz bu danışdığımızı, dediyimizi, atdığımız addımları ictimaiyyət müzakirə edəcək. Onda ictimai nəzarət olacaq. Onda bilirsiniz, mexanizmdə nəzarət mexanizmi yoxdur. Ona görə bax bu sistem. 47 gün qoydular cavan oğlan. Cənab Prezident sizin etimadınızı doğruldacağıma söz verirəm. Tərcümə halına da baxdım, indiki o vəzifəyə gedənlər var. Eyni onlar kimi xaricdə oxuyub, administrasiyada işləyib, oradan oraya keçib, oradan gedib Kürdəmirin oradan da gəldi Nəsimiyə gələn kimi vəssalam. Yəni hələ məlum oldu ki, sahibkarlardan 100-200 min manat, cəmi 47 gündür təyin. Siz sual verin Ləman xanım. 100-200 min manat rüşvət nə idi? Birinci icra başçısı budur. Yox, əlbəttə deyil. Nəsimidə daha səkdə qalmayıb. Hansı eləmir ki? Hamısı eləyib. Sadəcə bu niyə düşdü? Bu səhv adamdan istədi. Yəni elə adamdan istədi ki, o adamın çıxışı oldu yuxarılara, şikayətini çatdıra bildi. Amma görün çıxışı, yuxarılara çıxışı olmayan nə qədər iş adamları var ki, məcbur aparır, verir. Düzü o Şərurlu o gün çıxdı dedi. Nə dedi ki, mən o şey işlədirdim, Hollywood restoran. Xaləddin gəldi məndən 400 min istədi. Nə Xaləddin tutublar, nə Şərurlunu tutublar. Bu adam iddia qoyur ki, vəzifə başında məndən rüşvət alıb. Xaləddin də çıxdı dedi ki, o səhv danışır, mən elə şey eləməmişəm. Bundan olmur, iddia var ortada. Siqnal verildi. İş adamı deyir ki, məndən 400 min rüşvət alın. Ya Xaləddin məhkəməyə verməlidir, Şərurlunu şərə böhtana görə cəzalandırmalıdır, ya da ki, korrupsiya idarəsi getməlidir Xaləddini iş başlatmalıdır, araşdırmalıdır və əmlakına əl qoymalıdır ki, sən burada qeyri-qanuni pul əldə eləmişsin. Eləyən var, yoxdur. Amma indi mən buradan desəm ki, Ləman xanım, gəlməmişdən buradan qaz sayğacımıza bir dənə barmaq elədim, 3 kub qabağa düşdüm. Buradan çıxanda qaz işçiləri, prokurorluq hamısı qapının ağzında olacaq, Turabay, cinayət məcəlləsinin filan maddələrinə görə məlum olacaq ki, sən demə büdcələri talayan mən imişəm. Yəni, baxın, bu cəzasızlıq, bu mexanizm, niyə hamısında kökündə nə durur? Baxın, mən bunu cəmləşdirsəm, müxalifət yoxdur sistemin içində. Sistemin içində müxalifətə yer yoxdur. Sistemin içində müxalifətin nəzarət eləməli, müxalifətin funksiyasını icra eləmək üçün şərait yoxdur, yaradılmır. Bizim təklifimiz oldu. Biz nə dedik? Təklifimiz nə idi? Dedik, qardaş, bax, rayonlarda verirlər də, parlament seçkiləri keçirilir, siz də verirsiniz, namizədir, partiyalar bir tərəflə, kimsə deputat olur. Ondan çox cüzi az fərq səslə kimsə ikinci olur. İkincilər icra hakimiyyətlərində mavin təyin olsun. Birinci də olmaz. Birinci olmasın qoy. İkinci olsun, üçüncü mavin olur. Neçənci mavin olur? Niyə? Çünki nəzarət mexanizmi yaransın. Çünki əgər biri deputat olur, xalqın səsi, bu da xalqın səsini alır, o etimaddır. Sən onu icra hakimiyyətinə mavin götür və yaxud da hər hansı bir post yarat ki, nəzarət mexanizmi olsun. Düzdürlər, məsələn, siz o vaxt orada tutan ikinci idisə, indi Oğuzda mavin olacaq, siz məcburən danışacaqdınız. Onlar da hesablaşacaqdı sizdən və sizi onlar təyin eləməyib deyil, məcburən sizlə hesablaşacaqdı. Siz deyirsiniz, mən səsimi yığıb gəlmişəm. Yəni, məsəl üçün deyirəm də, mexanizmlərdən biri bu ola bilər. Məsələn,
Türkiyədə mən dəfələrlə misal çəkmişəm. Mərkəzi bankın idarə heyətinə müxalifət, idarə heyətinin 1/3-ni müxalifət verir. Konstitusiya məhkəməsinin 1/3-ni müxalifət verir. Ali məhkəmənin 1/3-ni müxalifət verir. Bələdiyyələrin nəzarəti müxalifət verir. Filan verir. Yəni mexanizmin içindədir müxalifət. Bizdə müxalifət yoxdur mexanizmin içində. Yoxdur heç bir yerdə, nə nazirliklərdə, nə və ona görə nəzarət olmayan yerdə də belədir. Sabah indi mən danışıram, sabah indi vəzifədir, kreslodur, puldur, bəlkə sabah mən də o vəzifəyə oturanda mən də Zakir Fərəcov kimi olacağam. Düzdür, özümü şah hesab eləyəcəm. Ona görə mənim üzərimdə nəzarət olmasa insanların vicdanına baxmaq olmaz.